Salam əziz insanlar, Həqiqəti Dərk Etmə kanalına xoş gəldiniz. Qısa formatda sizə ruhaniyyatdan və dindən danışmaq istəyirəm. Deməli, qədim zamanlardan insanlar bu düşüncəyə gəliblər ki, eramızdan, bizim erada. Yəni ki, dinlər formatı ilə cəmiyyətləri idarə etmək mümkündür. Niyə İsa Peyğəmbərdən sonra bizim era və eramızdan əvvəl anlayışları yarandı? Ona görə ki, bunlar ikisi bir-birinə fərqli olan şeylərdir. Qədim dünyada, çox qədim dünyada insanlar məsələn o qədər də dinlə maraqlanmırdılar. Yəni bu barədə ətraflı danışa bilərəm. Xristianlıq dini necə yarandı, Plotindir, Mlotindir, nə bilim, digər mistik filosoflardan və s. şeylərdən danışa bilərəm. Amma mənim qeyd eləmək istədiyim, diqqətlə vurğulamaq istədiyim başqa bir şeydir. Müasir zamanədən danışmaq istəyirəm. Deməli, nə qədər olsa da, nə olsa da, dini baxımdan cəmiyyətləri idarə eləmək bir yaxşı nəticəyə gətirib çıxartmadı. Nəyə görə? Təsəvvür eləyin ki, illər boyu, əsrlər boyu İslam bir din olaraq hökmranlıq eləyib şərqdə, elə deyilmi? Bəs bu müharibələrin azalmasına gətirib çıxartdımı? İnsanların təbiətlərinin dəyişdirilməsinə, dəyişilməsinə gətirib çıxartdımı? Xeyr, heç bir şeyə gətirib çıxartmadı, düzdür? Şah İsmayıl Xətai məsələn, şah olanda, hakimiyyəti əldə eləyəndə neynədi? Qisas almaq üçün qəbirlərdə yatan ölüləri çıxartdı. Fərqi yox idi. Bəziləri məzarların içindən çıxartdı, bəziləri çürümüş idi, bəziləri sürçümü yalındaydı. Onları yandırdı, yandırtdı qisas almaq üçün. Yəni, əsl müsəlman olan Şah İsmayıl Xətai niyə belə bir hərəkət eləsin ki? Düzdür? Nə deməkdir bu? Bu misalı ona görə çəkdim ki, dini ruhsal baxımdan nə isə cəmiyyətləri idarə etmək bir növ düzgün deyil. Ona görə də qədim Roma prinsiplərinə uyğun olaraq biz yaşayırıq. Hətta indi belə dövrümüz epikurçuluğa, maddiyyatçılığa meyillidir. Yəni 21-ci əsr iqtisadiyyatın diktaturası və maddiyyatın önəmsənilməsi deməkdir. Elə deyilmi? Hər bir şey maddi baxımdan vacibiyyətini alır. Maddi olmayan bir şey o qədər də vacib bir şey hesab edilmir. Çünki hər bir şey iqtisadiyyata bağlanır. Bu iqtisadiyyat da 21-ci əsrin diktatorudur. Nə deməkdir bu? Yəni 19-cu əsrdən insanlar artıq anladı ki, biz bu cür yaşaya bilmərik, başqa cürə yaşaya bilərik. Yəni tarixə o qədər də dərindən getmək istəmirəm, analiz eləmək istəmirəm bunları. Sadəcə onu qeyd edirəm ki, artıq Roma imperiyasına uyğun olaraq yaşayırıq biz. Yəni din öz yerindədir, amma qanunlar, respublika və s. şey, bu strukturlar öz yerindədir. Və insanlar bir şeyi unudublar ki, ruhaniyyatdır, dindarlıqdır, bunlar hər kəs üçün deyil. Mənəviyyat qaydaları, vicdan qaydaları, onlar hər kəs üçündür. Yəni, sosial baxımdan cəmiyyətdə özümüzü necə aparmalıyıq, nə cür reaksiyalar verməliyik, necə olmalıyıq, onlar hər kəs üçündür. Hətta biz reallığa baxsaq, biz görərik ki, bu qanunlar nə qədər öz çərçivələrini aşsa da, aşmasa da, yenə də nə baş verir? İnsanlar bir-birinə fərqlidir. Fərqli situasiyalarda bütün insanlar fərqli reaksiyalar verir, elə deyilmi? Hər şey, hər kəs bir-birinə fərqlənir. Təbii ki, krizis halları olanda, mürəkkəb hallar olanda insanlar demək olar ki, bəzi araşdırmacı psixiatrlar deyir ki, insanlar eyni reaksiyaları verirlər. Məsələn, mən Viktor Frankl'ın Həyata Hə demək kitabını oxuyanda elə bildim ki, o mənim haqqımda yazır. Təbii mən konslagerdə olmamışam,
Ama uşaqlığım cəhənnəmin içində keçib deyə ona görə də onun necə hisslər yaşadığını, nə cür yaşadığını başa düşürəm. Yəni mürəkkəb hallar olur, krizis olur, belə pis anlar olur. Amma məsələ ondadır ki, bu qayda qanunlar hər kəs üçün olsa da, ruhaniyyat və dinlər biraz ürəklə yaşayan insanlar üçündür. Ruhaniyyat isə ikisi də ruhaniyyat və din meditasiya və dua kimi fərqli yollardır. İkisi də eyni məqsədə aparır, amma ikisi də fərqli insanlar üçündür. Din qəlblə yaşayan insanlar üçündür. Ruhaniyyat isə zəka ilə, zehinlə, mistika ilə, mistik cərəyanlarla, mistika ilə maraqlanan insanlar üçündür. Necə ki, meditasiya zəkalı insanlar üçündür, dua isə qəlblə yaşayan insanlar üçündür. İndi bəziləri deyə bilər ki, Azərbaycanda çoxlu sayda insanlar qəlbləri ilə yaşayır. Xeyr, elə bir şey yoxdur. Qəlbləri ilə yaşadığını düşünən insanlar belə qəlbləri ilə yaşamır. Onlar zehinləri ilə yaşayırlar. Çünki qəlbi ilə yaşayan insan daima səhvlər eləyir, onu sevməyən insanları sevir, onu xətrinə dəyənlərə yaxşılıq eləyir, ora qaçır. Bir növ uşaq kimidir də, çocuksal bir varlıq kimidir, çocuq kimidir. Yəni, amma mən qəlbimlə yaşayıram, qəlbimlə hərəkət eləyirəm deyən insanlara mən baxanda görürəm ki, pragmatik düşüncədən başqa bir şey deyil. Yəni, deyirəm də, cəmiyyətdə, Azərbaycan cəmiyyətində belə bir şey var. İnsanlar özlərinə yalan danışmağa meyillidir, həm qürurludur, həm də ki, bu Azərbaycanlıların üç nöqsanıdır. Özünə yalan danışmaq, qürurlu olmaq və səthi düşünmək, dərindən düşünməyi bacarmamaq. Müasir dövrdə Azərbaycandan insanlar xarici ölkələrə gedir, Baliyə gedir, müxtəlif preparatlardan və s. uyuşturuculardan və s. şeylərdən istifadə edir. İnsanların çoxsu da həzz verici şeylərdən istifadə edirlər. Özünüz bildiniz nədən istifadə edirlər ki, həzz alsınlar, ruhani təcrübələr yaşasınlar, bir rahatçılıq qazansınlar. O Baliyə gedən, başqa ölkələrə gedib orada həmin o psixotrop maddələri qəbul edib bura gələnlər də ruhani təcrübələrdən danışır. Azərbaycanda indi çoxlu sayda kurslar var. İnsanlar ora cəlb edilir, insanlara pozitiv düşünmə, enerji və s. şeylər öyrədilir. Necə dua eləmək lazımdır, Allaha necə çatmaq lazımdır, şükür eləmək lazımdır, fəlsəfi baxımdan nəsə öyrətmək, həqiqəti çatdırmaq, pul vermək və s. şeylər hamısı mövcuddur. Mən isə sizə deyirəm ki, mən niyə insanlara tövsiyə etmirəm ki, onlar belə kurslara geçsinlər, istifadə eləsinlər. Ona görə ki, bunların heç birisi işə yaramayacaq. Biz sufizmə görə orta əsrlərdə yaşamırıq ki, biz sufizm deyirdi ki, sən əgər öz ustadını tapmısansa, sən 80% işi görmüsən. Başa düşürsünüz, nə deməkdir bu? 80% işi görmüsən. İndi o vaxtı da yalançı məktəblər var idi, yalançı ustadlar var idi, indi də çoxdur. Mən sizə demirəm ki, siz ustad tapasınız, ruhani məktəb tapasınız, yox. Niyə görə? Mən həm də sizə məsləhət görmürəm ki, siz məsələn birdən-birə dini kitabları oxumağa başlayasınız, namaz qılasınız və yaxud da ki, dua eləyəsiniz. Çünki bunların heç birisi işləməyəcək. Müasir dövrdə insanların qəlbləri paslanıb işləmir. Dini yol sizin egonuzu məhv etmək üçündür. Ümumiyyətlə, dinlər elə yaradılıb ki, elə proqramlaşdırılıb ki, siz o dini yola gələndə, dinə tabi olanda bir növ egonuz məhv edilsin. Məsələn, indiki əhval-ruhiyyəniz necədirsə, hardasınızsa, nə iş görürsünüzsə, qəbullanmalısınız. Hər bir şeyi qəbullanmalısınız və inqilaba can atmamalısınız. Dəyişiklik, Allah dəyişikliyin olmasına icazə verərsə, bu baş verəcək. Siz özünüz heç nə eləməməlisiniz. Sizin azad iradəniz, azad düşüncəniz və s. İstəkləriniz, arzularınız, nəfsdən əmələ gələn
hərəkətləriniz olmamalıdır. Hər şeyi qəbullanmalısınız. İslam nə deməkdir? Qəbullanmaq, tabe olmaq. Allahın sənə verdiyinə, iradəsinə, səni hara göndəribsə, harda olmalısansa, oradasan, qismətə, taleyə inanmaq deməkdir, düzdür? Bu çox çətin bir yoldur. Amma bu yol egonu məhv eləmək üçün mövcuddur. Siz hətta biliklər əldə etmək istəyəndə, daha çox şey bilmək istəyəndə deyə bilərsiniz ki, mən həqiqəti bilmək istəyirəm. Əslində siz sadəcə nəfsinizi, egonuzu gücləndirmək istəyirsiniz. Həmin o əldə edə biləcəyiniz və sanki sizin avantajınıza kömək edəcək bilikləri əldə. Amma bu sizə heç bir şey verməyəcək. Mən də sizə çatdıram ki, dini yol bax bu deməkdir. Məsələn, qab yuyursunuz indi. Yeməyə bir şeyiniz yoxdur. Düzdür? O qabı yuya-yuya Allaha şükür eləməlisiniz. Ac qala-qala Allaha şükür eləməlisiniz. Hər bir halda Allaha şükür eləməlisiniz. Əhval-ruhiyyəniz pisdirsə, əzab çəkirsinizsə, Allaha təşəkkür eləməlisiniz. Əl-Qəzali deyirdi ki, Allah Taala sizi özünə yaxınlaşdırmaq istəyirsə, o sizin həyatınızda problemlər yaradacaq, sizə əzablar göndərəcək. Siz sevinməlisiniz onda. Yox, əgər həyatınızda problemlər yoxdursa, hər şey əladırsa, şübhələnmək lazımdır ki, Allah Taala deməli sizi özünə, yəni sizin içinizə çağırmır. Sizə içinizə getməyə, bax burada öz qəlbinizdə onu tapmağa təkan vermir sizə. Motivasiya vermir. Anlayırsınızmı? Yəni dini yol çətin yoldur. Ruhsal yol belə də ustad tapmaqla əlaqəlidir. Orada da siz öz iradənizi ustada verirsiniz. Ustad sizdən adam eləyir. Adam düzəldir sizdən. Amma bu da o da yaramır. Mənim sizə tövsiyəm odur ki, siz öz işinizə gedəsiniz, araşdırasınız, yoxlayasınız, sorğulayasınız və analiz edəsiniz və öz içinizdə həqiqəti dərk eləyəsiniz. Çünki ya kurslara pullar verməklə siz sadəcə pulları itirəcəksiniz və bir növ uduzacaqsınız. Düzdür, bu da yaxşı bir təcrübədir. Və yaxud da ki, hansısa ustadlara pul verib, onlara qulaq asaraq, hansısa filosofları dinləyərək, siz bir növ egonuzu qidalandıracaqsınız. Qəlb çakranıza romantik iynə ilə sevgi vuracaqsınız. Və bu da bir aldanış növü olacaq. Amma bu da bir təcrübədir. Hər bir şey təcrübədir. Əsas olan odur ki, sizin içinizdə səmimi olaraq həqiqəti bilmək istəyi olsun. Bax, o səmimi həqiqəti bilmək istəyi sizə özünüzü dərk eləməyə, yəni öz içinizə gedib içinizdəki həqiqəti kəşf eləməyə kömək eləyəcək. Bunun üçün bu kanalda, məsələn, mən indi gəlib çıxacağım ona. Yəni, bu da kömək eləməyəcək sizə. Dini kitablar, fəlsəfi kitablar oxumaq və s. şeylərlə məşğul olmaq olar. Bu da təcrübədir. Yəni bir növ özünüz sorğulamalısınız, özünüz araşdırmalısınız. Çünki indi ustadlar yoxdur, indi professional insanlar yoxdur. İndi hər kəs diqqət cəlb eləmək istəyir, öz bildiklərini nümayiş etdirməklə, bir şey icad eləməklə, pafosla, reklamla, dili ilə və s. şeylərlə. Yəni insanlara sizin azad olmağınız lazım deyil. Mənə isə lazımdır ki, siz azad olasınız. Deyə bilərsiniz ki, sənin bu nəyə lazımdır? Çünki mən nə qədər kobud görünsəm də, sevgidən danışmasam da, mən sizə qarşı əsl mərhəməti göstərirəm. Əsl mərhəməti elə mən göstərirəm ki, mən sizin azad olmağınızı istəyirəm. Başa düşürsünüz? Yəni, başa düşmürsünüzsə, öz içinizə gedəndə bunu əvvəl-axır anlayacaqsınız. Yəni, bura gedəndə siz onda mənə təşəkkür eləyəcəksiniz. Belə deyəcəksiniz ki, bu nə boş-boş danışır, nə gic-gic danışır. Bu niyə məni əyləndirmir? Bu niyə mənə şirin sözlər demir? Yalnız bura. Mənim tövsiyəm odur ki, bax bu kanalda da praktiki videolar var. Mən hardayam, mən kiməm adlı praktiki videolar, meditativ praktikalar, sorğulama praktikası yöntəmləri, bədəndə olmadığınızı anlamağınız üçün videolar var burada. İblisi və onun
necə işlədiyini, onun fikirlərini, onun nə demək olduğunu anlamaq üçün praktiki videolar var bu kanalda. Onlara siz baxıb yenə də öz içinizə gedib o işi görə bilərsiniz. Başa düşürsünüz? Dini yol bu dövrdə yaramır. Çünki siz nəyəsə tabi olanda sizə deyəcəklər ki, sən köləsən, qulsan, tabi olursan. Əhval-ruhiyyən pislisə ged yaxşılaşdır. Onsuz da biz maddiləşmiş dünyada yaşayırıq. Bu dövrdə müqəddəs insanlara ehtiyac yoxdur. Proqramistlərə, şairlərə belə ehtiyac yoxdur. Proqramistlər olsun, yaxud da ki, qol gücü ilə, başı ilə işləməyi bacaranlar olsun. Bu qədər. Bir növ sizin sorğulayıcı, şərhləndirici ağlınız, şübhələnən ağlınız hər şeyi qəbullanmağı qisməti taleyi anlaya bilməyəcək bu dövrdə. Çünki biz orta əsrdə yaşamırıq artıq. Və bir növ o ruhsal praktika, fəlsəfi videolara filan şeylərə baxaraq da siz bir şey əldə eləyə bilməyəcəksiniz. Anlayırsınızmı? Oxuya bilərsiniz, təcrübələr ala bilərsiniz, sorğulaya bilərsiniz. Amma məlumatlarla siz bir şey anlaya bilməyəcəksiniz. Məşhur orta əsr Hindistan sufi şairi deyirdi, Kabir adlı şair deyirdi ki, sən vahid olanı bilirsənsə, hər bir şeyi bilirsən. Yox, hər bir şeyi bilib vahid olanı bilmirsənsə, sənin bildiklərin zibildən başqa bir şey deyil. Anlayırsınızmı bu nə deməkdir? Yəni, uğur fəlsəfəsi, coachlar və s. şeylər var. Hər minlərlə ilanlar var, hər bir struktura, hər bir fəlsəfi düşüncəyə aid olan kurslar, coachlar var, həyat koçlar var və s. şeylər var. Bunların heç birisi sizə həqiqəti dərk eləməyə köməklik eləməyəcək. Həqiqəti anlamaq istəyirsinizsə, siz nə mənə, nə mənim kimi yalancıya qulaq asmalısınız, nə də ki başqasına. Siz ancaq öz işinizə gedib, hər hansısa bir otorite deyilən bir söz var. Avtoritet, dini avtoritet, ruhsal avtoritet, ustad avtoritet və s. şeylər. Hamısını dağıtmalısınız, ancaq öz səsinizi eşitməlisiniz. Öz səsinizi də öz içinizdə eşidə bilərsiniz, öz içinizə gedərək. Bunun içində nəyin olduğunu dərk eləyərək. Bu başqa cürə mümkün deyil. Yenə deyirəm, orta əsrdə tabi olmaq olurdu. Qismətə, taleyə və s. şeylər. İndi biz başqa bir dövrdə yaşayırıq. Sorğulama dövrü deyil, maddi dövrdür. Texniki baxımdan irəliləmə dövrüdür. Düzdür, bu insanlar, bu cəmiyyət, bu insaniyyət anlamır ki, həyat illüziyadır, hər şey ölümlüdür, həyat fanidir. Mən isə sizi daima hatırladıram ki, siz öləcəksiniz. Mən sizi qorxutmuram, nə də ki manipulyasiya etmirəm. Mən sadəcə deyirəm ki, bax sən özünü dərk eləməsən, öz içinə gedməsən, sən premoyuna cəhənnəmə gedəcəksən. Və mən istəmirəm ki, sən cəhənnəmə gedəsən. Digər insanlar sizlərə nəsə deyir, amma onlar sizə hara getməli lazım olduğunuzu demir. Çıxış yolunu göstərmirlər. Mən sizə göstərirəm ki, bunun içindədir. Sizin içinizdədir çıxış yolu. Burada deyil. Onlardan ümid filan alsaz da, siz sadəcə özünüzü aldatmaqla məşğulsunuz. Bu ağlınızın necə işlədiyinin fərqinə varın. Qəlbinizdə çıxan duyğuların fərqinə varın. Bu sizə daha çox kömək eləyəcək, nəinki cəfəngiyatla məşğul olmaq. Bu qədər. Yəni, ruhaniyyət, dindarlıq bir tərəfə, özünü bu dövrdə bunu rahat hər kəs eləyə bilər. Bu dövrün avantajı bundadır. Azadlığın avantajı odur ki, siz özünüz öz içinizə gedib həqiqəti aşkar eləyə bilərsiniz. Bu qədər.